Hər vaxtınız xeyirli olsun. Xırdalanda 2 ailəyə yararlı 6 otaqlı həyət evi satışdadır. Bu evin üst görünüşü hal-hazırda evin həyətindəyik. Deməli, birinci mərtəbədə də bir deməli ailə tamamilə rahatlıqla yaşaya bilər. İndi evləri çəkib tam göstərəcəm sizə. Bura həyəti. Gördüyünüz kimi həyətinə də rahatlıqla maşın yerləşir. Hətta oturmağa bax belə bir yer də qalır. Evin bax bu yan tərəfində də yeri var, kladovkası var. İkinci mərtəbə qalxmaq üçün pilləkəni. Yəni kodlar da, girişlər ayrı-ayrıdır. Burada evin həyətində burada belə bir əldamı da var. Yəni buradan istədiyiniz kimi də alıcı istifadə edə bilər. Kanalizasiya xətti var burada, su xətti var, hər bir şey var. Həyətində də evin yan tərəflərində göründüyü kimi ağac əkmək üçün də yer saxlanılıb. Evə daxil olduqda bax burada birinci mərtəbədə hal-hazırda döşəməsi istilik sistemidir, dəhlizidir, metlaq döşənibdir. O otaqda deməli əşyalar olduğu üçün otaq bağlıdır qapısı. Burada bir otaq yerləşir. Bura bir otağı, geniş bir otaqlardır. Qeyd etdiyim kimi o otaqda bax belə bir genişlikdədir. Sadəcə olaraq orada əşyalar var. Qapı bağlıdır, baxa bilmirik ora. Bura ikinci bir otağı. Gördüyünüz kimi radiatorlar da var otaqda. Bura mətbəxi, birinci mərtəbədə mətbəxi və hamam otağı. Göründüyü kimi ayrı-ayrı bura hamam otağıdır. Burası sanucu. Birinci mərtəbədə, yəni bir ailə göründüyü kimi rahatlıqla yaşaya bilər. 3 otağı, mətbəxi və hamam otağı var. Geniş bir dəhlizi ilə. Qeyd etdiyim kimi, bax burada da belə bir geniş yer saxlanılıb, oturmağa da rahatlıqla. Bura isə darvazası və burada kladovka qeyd etdim. Geniş bir kladovkadır. Yəni əşyaları da yerləşdirmək olar. Burası ikinci mərtəbə. Yəni ikinci mərtəbəyə qalxdıq. İkinci mərtəbədə bax belə bir geniş dəhliz, hol buraxılıbdır. Kombi aparatı göründüyü kimi var. Geniş bax belə bir pəncərəsi var ki, otaqlar da dəhlizdə işıqlıdır. Və ikinci mərtəbədə evə daxil olduqda geniş bir dəhlizi. Otaqlar genişdir. Bura bir otağı, geniş bir. Otaqların hamısı kifayət qədər genişdir. Bura ikinci bir otağı. Gördüyünüz ki, kombi radiatorlarına qoyulubdur. Bura isə üçüncü bir otaq. 2 pəncərəsi var. Tam təmirli vəziyyətdədir. Ev şəxsi evdir, sahibi tərəfindən satılır. Yəni yaşayışlı ev olub. İndi isə hal-hazırda təmir olunubdur. Ev təmirdən sonra yaşayış olunubdur. Burası mətbəxi. Və mətbəxdən də balkona çıxışı var. Və hamam otağını da göstərim. Evin qiymətində fərq var. Yəni ev sənədli və sənədsiz qaydada satılır. Sənədli istəyənlər 155 min manata deyilir. Sənədli 155 min manata deyilir. Əgər sənədsiz kimsə ola bilər, sənəd istəməz, 137 min manata sənədsiz vəziyyətdə satılır. Qaz, su, işıq sayğacların hər biri var. Qeyd etdiyim kimi ev şəxsi evdir, yəni yaşayışlı ev olubdur, hal-hazırda təmir olunub, indi isə satışa çıxıbdır ev.